Salam əziz izləyicilər. Bizim bugünkü mövzumuz nəsx barədə olacaq. Nəsx yəni dəyişdirmək, leksik mənası dəyişdirmək, ibtal eləmək, aradan qaldırmaq mənalarındadır. Termin olaraq isə istilah mənası budur ki, Quran elmində bu mənada işlənir ki, yəni sonradan gələn hökm əvvəldə gələn hökmü aradan qaldırır. Bu mənada işlənir. Yəni belə deyək də, sonrakı qanun əvvəlki qanunun hökmünü qüvvədən salır. Bu mənada işlənir. İlahi kitabda da bəzi ayələr var ki, Qurani-Kərimdə o ayələr nəsx olunub hökmü və yeni bir dənə hökmdən əvəz olunub. Düzdür, belə bir fikir yarana bilər ki, axı nəyə ehtiyac var idi ki, bu qanun gəlir bir müddətdən sonra sonraki qanun bunu qüvvədən salar. Elə əvvəlcədən ən axırıncı qanun elə bəri başdan əvvəlcədən gələrdi, ehtiyac da olmazdı. Və bu nöqsan sayılmırmı? Bir qanun qoyan tərəfdən qanun qoyanın elminə, biliyinə bir nöqsan gətirmirmi? Belə bir sual yaranır insanın zehnində. Düzdür, məsələn, bəşər insanlar qanun qoyanda qanunlarda dəyişikliklər eləyirlər. Bu da bundan irəli gəlir ki, bunlar tam olaraq kamil bir dənə qanun qoya bilmirlər. Gəlirlər qanun qoyurlar, bir müddətdən sonra görürlər ki, bu qanunda hansısa bir nöqsanlar var. O qanunu ləğv edirlər, yeni bir dənə qanun qoyurlar. Amma Allah da bu cürə deyil. Allah alimdir, mütləq elm sahibidir. Allah sadəcə insanlara uyğun əvvəlcə hər hansısa bir qanunu qoyur insanların həzm eləmək cəhətindən, yəni insanlar bu qanunu nə qədər həzm eləyə biləcək. Birinci qoyur bu qanunu, gəlir insan bir mərhələyə çatır ki, artıq sonrakı qanunu rahat şəkildə qəbul eləyə biləcək. Ondan sonra Allah ikinci bir qanunu gətirir və deyir ki, bu qanun qüvvədən düşdü və bundan sonra bu qanuna əməl olunacaq. Yəni Allahın qanunu nəsx eləməsi, qanunu dəyişdirməsi insanlara aid olan bir şey ki, insanlar əvvəlcə bunu qəbul eləmək potensialda idi deyə Allah bu qanunu qoymuşdu. Sonra insanlar potensial olaraq inkişaf elədilər, müəyyən bir məqama çatdılar. Allah artıq gördü ki, ikinci bir qanun qəbul eləyə biləcəklər və birinci qanunu qüvvədən salır, ikinci qanunu gətirir ki, bu qanuna əməl eləsinlər. Və nəsxin bir neçə dənə şərtləri var, çox yorucu danışmayacağım. Ümumiyyətlə bizim bu söhbətlərimiz, dərslərimiz maarifləndiricidir də. Kimsə dərin bilgi istəyirsə, gərək xüsusi dərs alsın Quran elmləri ilə bağlı. Nəsxin bir neçə dənə şərtləri var. Birinci şərti budur ki, şər'i hökm olmalıdır. Yəni əqli hökm olmamalıdır. Şər'i bir hökm olmalıdır. Nəsx olunan hər hansısa bir şey və nəsx olunan bir şeydə bizim etiqadımız budur ki, nəsx tilavəti nəsx deyil, hökmü bir nəsxdir. Məsələn, kimsə durub iddia eləsə ki, Quranda tilavəti nəsx də var, yəni ləfsi nəsx də var, artıq bu Quranın təhrif olunmasını iddia eləmiş kimi sayılır. Çünki Quranda heç bir ləfs, heç bir ayə nəsx olunmuyub, heç bir ayə götürülməyib, yəni aradan qaldırılmayıb. Quran-Kərim Peyğəmbərin dövründən ta indiyə qədər hansı ayələr ləfsi olaraq var idisə, indi də həmin ayələr var. Yəni hökmü şər'i nəsx olsun, nəfsi nəsx olmasın, əqli nəsx olmasın və deyək ki, məsələn, əvvəldə Allah bunu məsələn halal deyirdi, sonra bu haram oldu, məsəl üçün. Bu şərt budur. Mənsuxda məsələ şərt budur. Və mənsux olan hər hansısa bir şər'i məsələ zamana aid olmamalı, zamanla heç bir bağlılığı olmamalıdır. Yəni belə bir şər'i hökm olmamalıdır ki, məsələn, 15 gün siz bunu eləyə bilərsiniz və yaxud bir ay ərzində siz bu işləri görmək icazəsi verilib. Bu cür olmamalıdır. Çünki bir ay ərzində bir zamanla bağlılığı olsa, artıq buna biz mənsux deyə bilmərik. Çünki
bu hökm gərək ümumi bütün zamanlara aid olsun. Hətta hər hansısa bir başqa bir ayədə o hökmün zamana aid xırda bir dənə işarə də olunsa belə, artıq o mənsux sayılmaz. Zaman müddəti qurtardı, artıq hökm qüvvədən düşür. Mənsuxun şərti budur ki, gərək mütləq bir dənə zamana aidiyyəti olsun, bütün dövrlərə, zamanlara aid olsun. Sonrakı gələn hökm bunu qüvvədən salanda da deyək ki, bu artıq mənsuxdur, nəsx olunub. Nəsx eləyən ayə, qanun, mənsuxun bihdə zaman etibarı ilə mənsuxdan sonra gəlməlidir. Hansı qanun ki, özündən əvvəlki hökmü nəsx eləyəcəksə, ondan sonra gəlməlidir. Yəni əvvəlcədən bir dənə qanun gəlir və deyilir ki, bu qanun bir qanun gələcək ki, onu gələcəkdə aradan qaldıracaq. Yox, birinci mənsux gəlməlidir, sonra mənsuxun bih gəlməlidir. Bu şərtdir, əsasdır. Və mənsuxun bihdən şəriət sahibi tərəfindən verilməlidir. Yəni Allah buna ancaq Allah eləyə bilər bunu. Yəni nasix Allahdır, nəsx eləyən Allah olmalıdır. Peyğəmbərdir, imamdır. Bunlar da özlüyündə durub nəyisə nəsx eləyə bilməzlər. Bunlar Allahın vəhyini çatdırırlar insanlara ki, Allah bunu nəsx elədi, Allah bunu hökmü dəyişdi. Peyğəmbərin, imamların vəhy çatdırdığına görə bir növ onlara da nasix demək olar. Yəni nəsx eləmək səlahiyyətdə olmasını demək olar. Onlar Allah istəyəni eləyirlər. Onlar nəsə bir iş görürlərsə, nəyisə qadağa qoyurlarsa, öz həvai nəfslərindən eləmirlər də. Allah deyirsə ki, bu qadağandır, onlar da o şeyi qadağan eləyirlər. Onların qəzəbi Allahın qəzəbidir. Onların sevinci Allahın sevincidir. Sonra birinci dəlillə ikinci dəlil arasında, yəni mənsuxla mənsuxun bih arasında zati təarruz olmalıdır. Yəni bir-birlərinə ziddiyyət elə olmalıdır ki, onları cəm eləmək mümkün olmasın. Məsələn, gecə ilə gündüzü bir yerə cəm eləmək mümkün deyil. Məsələn, bu şey cümə günü filan işi eləmək halaldır. Digər qanunda deyilsin ki, haramdır. Halalla haramı bir yerə cəm eləmək mümkün deyil. Yəni bu şəkildə ziddiyyət bu şəkildə olmalıdır. Bu nəsxlə bağlı dediyimiz məsələlər bunlardır. İnşallah gələn dərslərdə də başqa mövzulara toxunacağıq. Nəsxin mümkünlüyü və baş verdiyi bəzi məsələlərə inşallah aydınlıq gətirəcəyik. Sağ olun, Allah amanında.